Deyirsən, möminlərin gözünün yaşısan və sizə müjdə olsun ki, siz möminsiniz ki, gözünüz yaşarır. Həzrətlərin hədisindən bu nəticəni əldə eləmək olur. Axır nəfəsinə qədər fikri günahkarların yanındaydı, sizin bizim yanımızdaydı. Dua elədi Allaha ki, kim mənə tərəf gəldinsə, ilahi onu qəbul elə. Birdən bir sual yaranar sizdə ki, nə oldu elə? Nə qədər asanlaşdırdım məsələn, elə gəl İmam Hüseynə tərəf, düzəlsin. Məsələ bundadır ki, Allah hər adama icazə vermir, ona tərəf gəlməyə. Allah hər adama icazə vermir. İza əradəllah bi'abdin xeyra qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarəti. Allah bəndəsinə xeyir vermək istəsə, onun ürəyinə Hüseynin məhəbbətinin və qəbrinin ziyarətinin məhəbbətini salar.